Sözün açığı beynəlxalq münasibətlər sistemində vəziyyət olduqca qəliz və gərgindir. Belə ki, Rusiya gün aşırı bombalanır. Özü də haralar vurulur? Diqqət yetirin. Neft və qaz kəmərləri, yəni Rusiyanın şah damarı hədəf alınır. Kremlin buna cavabları isə sadəcə Ukraynanı yox, digər Avropa dövlətlərini də təhdid edir. Bəs əslində nə baş verir? Bütün bu qarşıdurmanın pərdə arxası məqamları nədən ibarətdir? Biz bugün çalışacağıq biraz bu suallara cavab tapaq. Təbii ki, Rusiyanın əsas gücü onun neft və qaz resursları və eyni zamanda digər xammal ehtiyatlarıdır. Rusiya bu gücü olmadan bu qədər müddət ayaqda qala bilməzdi. Ona görə də hətta Rusiya-Ukrayna müharibəsindən öncə, Krım müdaxiləsindən sonra Rusiyaya qarşı baş verən sanksiyalar bir o qədər də Kremli narahat eləmədi. Niyə narahat eləmirdi? Çünki Kreml əmin idi ki, bu müdaxilələr, yəni bu iqtisadi mübarizə bir nəbzə də olsa Rusiyaya mənfi təsir edəcək, amma Rusiya iqtisadiyyatını çökdürməyəcək. Ona görə çökdürməyəcək ki, ələxüsus dünyanın digər ölkələrinin hələ də Rusiyanın neft və qaz rezervlərinə böyük ehtiyacı var. Bəs belə olan şəraitdə nə baş verdi? Sanksiyalara rəğmən Rusiya gah kölgə donanmalar strategiyası ilə, gah da pərdə arxası diplomatik əlaqələrlə, eyni zamanda ofsunladığı bəzi Avropa ölkələri vasitəsilə hətta Avropanın birbaşa özünə, yəni ona qarşı sanksiya tətbiq edən tərəfə neft və qaz satmağa davam elədi. Bəs bugün nə baş verir? Bugün Rusiyanın şah damarı dediyimiz ərazilər, yəni neft və qaz kəmərlərinin keçdiyi bölgələr vurulur. Halbuki Amerika Birləşmiş Ştatlarının özü belə dəfələrlə Ukraynaya, Rusiyanın dərinliklərinə, ələxüsus neft və qaz rezervlərinin keçdiyi bölgələrə hücumlar etməməyi tapşırmışdı. Bəs indi nə baş verdi ki, yenidən Rusiyanın neft və qaz rezervləri hədəf alınmağa başlandı? Bu sualın bir çox cavabı var. Lakin əvvəlcə biz 15 avqust tarixində baş tutan Alyaska görüşünə qayıtmalıyıq. Alyaska görüşünə qədər Amerika prezidenti Donald Trump hakimiyyətə gəldiyi gündən başlayaraq ən əsas niyyətini açıqca ortaya qoymuşdu. Bu hətta Trumpın seçki vədi idi. O, Zelenski və Putin arasında bir mekik diplomatiyası başlatdı. Gah Zelenski ilə danışırdı, gah Putinlə danışırdı, gah digər tərəfdaş dövlətlərlə danışırdı. Əsas niyyəti isə o idi ki, kimi zaman hərbə zorba gəlməklə, kimi zaman tərifləməklə bu dövlət başçılarını bir növ uzlaşdırsın və münaqişəni müvəqqəti də olsa yatırsın. Lakin baş tutmadı. Trump başa düşdü, ələxüsus Alyaska görüşündə başa düşdü ki, Putin geri çəkilməyəcək. Bu görüş tamamilə Putin və komandasının PR kampaniyasına çevrildi. Roma statutuna rəğmən Putin bütün dünyaya göstərdi ki, hətta Amerika lideri belə onunla görüşməkdə maraqlı. Alyaskaya Sergey Lavrov SSR köynəyi ilə gəlmişdi. Təsəvvür edin, bu hansı səviyyədə bir PR kampaniya idi? Alyaska görüşünün uğursuzluğu nəticəsində Amerika prezidenti Donald Trump Rusiyaya qarşı siyasətini tamamilə dəyişdi. Əgər danışıqlar masasında Putinlə uzlaşmaq mümkün deyildisə, savaşda uzlaşmaq yol axtarılmalı idi. 15 avqustdan, yəni Alyaska görüşündən cəmi bir həftə sonra Drujba neft kəməri vuruldu. Trumpın bu hadisəyə reaksiyası sadəcə belə idi. Bu hadisə məni çox qəzəbləndirdi. Amma Trumpın qəzəbini biz nə siyasi, nə hərbi müstəvidə görmədik. Yəni bir növ Trump dedi ki, yaxşı eləmirsiniz, amma eyni zamanda düz edirsiniz. Ona görə də əməliyyatlar davam edirdi. 8-9 sentyabrda Penza bölgəsi vuruldu. 14-15 sentyabrda Leningrad vilayətinin Krishi rayonundakı neft emal zavodu vuruldu. 18 sentyabrda Gazpromun Başqırtistandakı neft kimya zavodu vuruldu. Volqograd vilayətində eyni zamanda neft emal müəssisələri vuruldu. 19 sentyabrda yenə Volqograd və Samarada nasos stansiyaları vuruldu. 20 sentyabrda Samara və Saratovdakı neft emal müəssisələrinə hücum edildi. 23 sentyabrda Astraxan qaz kondensat zavodu vuruldu. 24-25 sentyabrda Qara dənizdən neft ixracını həyata keçirdən Novorossiysk neft terminalları vuruldu. 25 və 26 sentyabrda Krasnodar diyarına ardıcıl hücumlar təşkil edildi və yenə əsas hədəf Rusiya nefti. Göründüyü kimi son bir ayda Amerikanın işarəsi ilə
Ukrayna intensiv şəkildə Rusiyanın şah damarını vurmağa başladı. Lakin biz bütün bunları Trampın adına yaza bilmərik. Düşünə bilərik ki, bəlkə də bu Ukraynanın Rusiyanı dayandırmaq strategiyasının bir parçasıdır. Bəlkə də ola bilər. Lakin işin başqa bir tərəfi də var. Belə ki, sentyabr ayının 25-də Amerika Birləşmiş Ştatlarında Tramp və Türkiyə prezidenti Erdoğan bir araya gəldi. Trampın Erdoğandan bir xahişi var idi. Sizcə o xahiş nə idi? Xahiş edirəm, Rusiyadan neft alışını dayandır. Bu xahişin özü belə çox mətləbdən xəbər verir. Demək ki, Tramp özü Rus neftinin artıq zərbə altında qalmasını və Rusiyanın neft-qaz ixrac etməməsini istəyir. Bəlkə də əsas hədəflərindən biri də sadəcə Rusiya yox, eyni zamanda Çindir. Çünki Rus neftinin əsas alıcılarından biri də məhz ABŞ-ın rəqibi, Trampın ticari düşməni Çindir. Bütün bunlarla birlikdə Rusiya baş verənlərin fərqindədir, amma geri addım atmır. Daha dəqiq desək, Trampın həmləsinə Putin rest deyir. Diqqət elədinizsə, mən az öncə Rusiya ərazisinə yönələn hücumların xronoloji ardıcıllığını verdim. Bu, son bir ayda baş tutan hücumlardır. Son bir ayda Rusiyanın özü bu hücumlara da həm Ukrayna tərəfdən, həm də digər cəbhələrdən cavab verdi. Ukraynaya verilən cavablar bir yana dursun. Rusiya görün hansı ölkələri təhdid elədi. Son bir ayda Rusiyanın qırıcı və pilotsuz uçuş aparatları Polşanı, Danimarkanı, Rumıniyanı, Estoniyanı təhdid elədi. Bu təhdidlər fonunda NATO-nun şərq cəbhəsi hərəkətə keçdi və bu ölkələrin havadan müdafiəsi təşkil olunur. Lakin NATO ölkələrinin mesajı net deyil. Belə ki, bu ölkələr, xüsusilə Polşa bildirir ki, əgər bir də bizim hava məkanımız pozulsa, Rusiya tərəfi cəzalandırılacaq. Yəni biz Rusiya tərəfini vuracağıq. Görün Medvedev nə deyir. Əgər tək bir Rusiya qırıcısı vurulsa, bu müharibə səbəb olacaq. Yəni Rusiya eyni vaxtda NATO-nun şərqində yerləşən 4 ölkəni müharibə ilə hədələyir. Təsəvvür edin. Rusiya ABŞ-ın işarəsi ilə şah damarına hücumlara NATO-nun şərq cəbhəsini vurmaqla hədələyir. Bütün bunlarsa qlobal siyasi və iqtisadi sistemi olduqca gərginləşdirir və mövcud vəziyyəti sözün əvvəlində də dediyimiz kimi qəlizləşdirir. Artıq dünya böyük bir müharibənin astanasında deyil, içərisindədir və bu müharibədə hər kəs bir tərəfdən yanadır. Görəsən, biz və müttəfiqlərimiz, xüsusilə Türkiyə, bu müharibədə kimin tərəfində olacaq? Bunu həm zaman göstərəcək, həm də bəlkə də növbəti buraxılışlarımız bizi izləmədə qalır.